Salam hörmətli şagirdlər. Bugün keçəcəyimiz növbəti mövzu əvəzlik mövzusudur. Əvəzlik nədir və əvəzliyin xüsusiyyətləri hansılardır? Əvəzlik özünə məxsus tərifi yoxdur. Əvəzlik hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Məsələn, ismi əvəz edirsə, ismin xüsusiyyətlərini daşıya bilər. Sifəti əvəz edirsə, sifətin xüsusiyyətlərini daşıyır və s. Əvəzliyin quruluşda 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Sadə əvəzliklərə misal olaraq, məsələn, mən, sən və s. Onları misal göstərmək olar. Düzəltmə əvəzliklərə, məsələn, biri əvəzliyini misal göstərmək olar. Hərə əvəzliyini misal göstərmək olar. Mürəkkəb əvəzliklərə, mürəkkəb əvəzliklərə filan kəs, məsələn, filan və kəs birləşib, filan kəs mürəkkəb əvəzliyini yaradıb. Hər kəs, məsələn, hər kəs əvəzliyini misal göstərə bilərək. Ayrı yazılır əvəzlik, həm bitişik yazılır mürəkkəb əvəzliklər, həm ayrı yazılır. Ayrı yazılan əvəzliklərə tərkib əvəzliklər də deyə bilərik. Əvəzliyin mənaca növləri hansılardır? Əvəzliyin mənaca növləri şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzlikləri, təyin əvəzliklər və sual əvəzlikləri. Şəxs əvəzlikləri nədir və hansılardır? Şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar. Birinci şəxs mən, ikinci şəxsin təki sən, üçüncü şəxsin təki o, birinci şəxsin cəmi biz, ikinci şəxsin cəmi siz, üçüncü şəxsin cəmi onlar. Mən kimdir? Hal-hazırda mən danışan şəxsəm. Mən danışan, birinci şəxs. Kimdir? Danışan. Danışan. Sən dinləyən. İkinci şəxs neyniyir? Dinləyir. Necə adlandırılır? Dinləyən şəxs. O, üçüncü şəxsin təki haqqında danışılanı bildirir. Haqqında danışılan. O. Birinci və ikinci şəxslərin təki və cəmi yalnız canlılara aid olur. Üçüncü şəxsin təki və cəmi isə həm canlılara, həm cansızlara aid ola bilər. Şəxs əvəzlikləri adətən mübtəda rolunda çıxış edir və ismi əvəz edir. Amma demək olar ki, şəxs əvəzliyi ismin bir çox xüsusiyyətini daşısa da, bir çox xüsusiyyətlərini daşıya bilsə də, amma bəzi xüsusiyyətlərini daşıya bilmir. Məsələn, şəxs əvəzlikləri mənsubəta görə dəyişə bilmir. Mütləq bunu yadda saxlamaq lazımdır ki, şəxs əvəzlikləri hallana bilər, cəmlənə bilər, amma mənsubəta görə dəyişə bilməz. Burada mən və biz əvəzliklərinə toxunmaq istəyirəm. Hallanarkən mən və biz əvəzlikləri yəlik halda in yox, im şəkilsi qəbul edir. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Buradakı im şəkilsini qəti şəkildə mənsubət şəkilsi ilə qarışdırmaq olmaz. Mənim və bizim sözlərindəki im şəkilsi yəlik alın şəkilsidir. Müəyyənlik bildirən yəlik alın şəkilsidir. Şəxs əvəzlikləri əgər kim nə sualına cavab verə bilir, amma hara sualına cavab verə bilmir. Bunu yadda mütləq saxlamaq lazımdır. Əgər hara sualına cavab verərsə, cümlədə cümlə üzvü kimi yer zərfliyi rolunda çıxış edə bilər. Bu zaman o şəxs əvəzliyi olmur, yer zərfliyi olur. Məsələn, axşam sizə gələcəyəm. Hara gələcəyəm, sizə gələcəyəm. Sizə burada məkan mənası bildirir, yer mənası bildirir. Sizə burada oldu yer zərfliyi. Biz buna deyə bilmərik ki, sizə orada şəxs əvəzliyi rolundadır. Belə, şəxs əvəzlikləri haqqında bu qədər. Ümid edirəm ki, unutduğum bir məqam olmadı şəxs əvəzliyi bölməsində. Digər əvəzliklərə keçmək istəyirəm. İşarə əvəzliklərindən danışmaq istəyirəm sizə. İşarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin, haman tipli əvəzliklərdən istifadə olunur. Haman düzdür, dilimizdə çox istifadə olunmasa da, bədii ədəbiyyatda daha çox istifadə olunur haman işarə əvəzliyindən. Və işarə əvəzlikləri daha çox sifətin rolunda çıxış edə bilər.
Bu əvəzliklərdən bəziləri ismin rolunda, bəzi sifətin rolunda çıxış edə bilir. İsmin rolunda çıxış edənlər hansılardır? O, bu əvəzlikləri adətən isim rolunda çıxış edir. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Elə belə əvəzlikləri isə, elə belə əvəzlikləri bərabərdir. Həm sifəti əvəz edə bilir, həm də zərfi əvəz edə bilir. Həm sifəti, həm ismi. O, bu isə, o, bu əvəzliyi ismi əvəz elədir. Elə belə əvəzlikləri isə sifəti və zərfi əvəz edə bilir. Məsələn, bunu mənə ver. Nəyi mənə ver? Bunu. Baxın, bu burada nə sualına cavab verdi? Elə deyilmi? Nəyi sualına cavab verir? İsim rolunda çıxış elədi burada. Bu əvəzliyi burada isim rolunda çıxış elədi. Amma siz buna qayıdıb isim deyə bilməzsiniz. Bu yenə morfoloji cəhətdən nə sayılır? Əvəzlik sayılır təbii ki. Məsələn, elə adam, elə adam. Bir də deyirəm ki, elə danışma. Baxın, elə sözündən sonra burada isim gəlib, necə sualına cavab verib. Deməli, isim gəlirsə, necə sualına cavab verirsə, burada sifətin rolunda çıxış edir. Sifətin rolunda çıxış edə bilir. Amma elədən sonra feil gəlib, necə sualına cavab verirsə, bu zaman zərfin rolunda çıxış edə bilir. Zərf rolunda çıxış edə bilir. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Eynilə bu xüsusiyyətlər belə əvəzliyinə də aiddir. Belədən sonra isim gələrsə sifət olur, feil gələrsə zərf olur. Mütləq şəkildə bunu yadda saxlayın. Deməli, digər əvəzi isə həmin əvəzidir ki, o yalnız sifəti əvəz edə bilir, başqa heç bir nitq hissəsi sualına cavab verə bilmir. O, bu əvəzlikləri yadınızda saxlayın ki, hörmətli şagirdlər, o, bu əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Mənsubiyyətə, baxın, bu testdə düşən bir məsələdir. Mənsubiyyətə görə dəyişmir. Testdə düşür işarə əvəzliklərindən hansılar mənsubiyyətə görə dəyişə bilmir? Söhbət hansı əvəzliklərdən gedəcək? O, bu əvəzliklərindən təbii ki. İşarə əvəzliklərində, o, bu əvəzliklərindən sonra vergülün qoyulub qoyulmama məsələsi var. Bu məqama mütləq şəkildə diqqət yetirmək lazımdır, çünki bu testdə düşən bir məsələdir. O, bu əvəzliklərindən sonra nə zaman vergül qoyulur, nə zaman vergül qoyulmur. Baxın, hörmətli şagirdlər, o, bu əvəzlikləri mübtədə rolunda çıxış edərsən, özündən sonra isim, sifət, say, feillərdən yalnız feili sifət gələrsə, bu zaman ondan sonra vergül qoyulacaq. Amma o, bu əvəzlikləri mübtədə rolunda çıxış edərsə, özündən sonra əvəzlik və feillərdən feili bağlama, məsdər gələrsə, başqa feillər gələrsə, bu zaman ümumiyyətlə vergül qoyulmur. Digər təsriflənən feillər də gəlsə də, yenə də vergül qoyulmur. Deməli, o, bu əvəzliklərindən sonra nə gələndə vergül qoyduq? İsim, sifət, say, feili sifət, zərf gələrsə, köməkçi nitq hissələrindən isə yalnız modal söz, nida gələrsə, bu zaman vergül qoyulacaq, qoyulur. Məsələn, bu oxuyandır. Kim oxuyandır? Bu. Baxın, özündən sonra nə gəldi? Oxuyan, feil sifət, elə deyilmi? Deməli, burada vergüldən biz istifadə edəcəyik. Mütləq şəkildə buna fikir vermək lazımdır. Bu gözəldir. Nə gözəldir? Bu. Baxın, bundan sonra nə gəldi? Gözəl, nədəs, nitq hissəsi kimi sifət, elə deyilmi? Demişdik ki, sifət gələndə mübtədə rolunda çıxış edərsə o, bu. Deməli, ondan sonra vergül qoyulacaq. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Çünki testdə düşən məqamlardan biridir.
Amma bu əvəzliklərindən sonra digər feillər gələrsə, feili sifət istisna olmaqla digər feillər gələrsə və köməkçi nitq hissələrindən modal söz, nida istisna olmaqla digər köməkçi nitq hissələr gələrsə, bir də əvəzlik gələrsə, bu zaman vergül qoyulur. Məsələn, bu mənimdir. Bu mənimdir. Fikir verin, nə mənimdir bu? Mübtədə rolundadır, nə sualına cavab verir. Özündən sonra nə gəlir? Əvəzlik, elə deyilmi? Bu zaman vergül qoyulmayacaq. Yəni, bu qədər sadədir. Burada, məsələn, sizdə qaranlıq məqam ola bilər ki, niyə mənim, bəs köməkçi hissələr, demişdik ki, köməkçi hissələri gələndə vergül qoyulmur, amma modal sözlə nida istisnadır. Niyə onlar da köməkçi hissəsidir? Çünki modal söz cümlənin sonunda gələrsə, özündən əvvəl vergül qoyulur, ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Yəni, qoyulan vergül orada modal sözə görədir, əvəzliyə görə olmayacaq. Məsələn, bu deyilənə görə sənindir. Sənindir. Nə sənindir? Bu. Deyilənə görə. Baxın, burada deyilənə görə fikrin mənbəyini bildirən modal sözdür. Hər iki tərəfindən vergül qoyulan. Qoyulan vergüllər əvəziyə görə yox, modal sözün özünə görə qoyulub. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Bir də burada bir məqam var. Hansı məqamda adətən testlərə düşür? Toplu testlərində var bu tipli testlər. Məsələn, belə bir sual verir ki, orada hansı cümlədə o əvəzliyi həm şəxs əvəzliyi rolunda ola bilər, həm də işarə əvəzliyi kimi düşünülə bilər. Məsələn, bu necə olur? O kresloda əyləşdi. Baxın, belə bir cümlə yazmışam. O kresloda və qəsdən durğu işarəsini qoymurlar. Özləri vergül işarəsini buraxırlar ki, görək şagird seçə biləcəkmi? Buradakı o əvəzliyi işarədir, yoxsa şəxsdir. Baxın, elə cümlələr olur ki, o bu əvəzliklərini həm yerinə görə işarə, həm də yerinə görə, deməli, o əvəzliyini yerinə görə həm də şəxs kimi düşünə bilərik. O əvəzliyi bir də yadınızda saxlayın ki, kim sualına cavab verərsə, bu zaman mütləq şəxs əvəzliyi rolunda çıxış edir. Baxın, məsələn, o kresloda əyləşdi. Kim kresloda əyləşdi? O, şəxs mənası, insan anlayışı bildirərsə, bu zaman burada vergül qoyacağıq. O, kim kresloda əyləşdi? O. Bir də deyirəm ki, o kresloda əyləşdi. Hansı kresloda? O kresloda. Baxın, işarə əvəzliyi rolunda çıxış edərsə, vergül qoymayacaq. Amma işarə əvəzliyi rolunda çıxış eləməzsə, mübtədə rolunda çıxış edərsə, bu zaman vergül qoyulur. Yəqin ki, bu aydın oldu sizə. Yəqin ki, bu aydın oldu. Çünki buna aid, baxın, o kresloda əyləşdi desəm, hansı kreslo? O kreslo. Bu zaman vergül qoymayacaq. Amma desəm ki, o kresloda əyləşdi. Kim kresloda əyləşdi? Bu zaman burada vergül qoyacaq. Yəqin ki, bu məsələ aydın oldu sizə. Bununla bağlı toplu testlərində də bir çox testlər var. Ümid edirik ki, bununla bağlı səhviniz çıxmaz. Növbəti əvəzliyin digər məna növü isə qeyri-müəyyən əvəzliklərdir. Qeyri-müəyyən əvəzliklər hansılardır? Çoxdur qeyri-müəyyən əvəzliklər. Misal olaraq göstərə bilərik ki, hərə, biri, kimsə, nə isə, məsələn, hər kəs, hər nə, kimsə, heç kim, heç nə və s. Bəzi əvəzliyi var. Məsələn, bu əvəzliklərdən eləsi var ki, yalnız sifət əvəz edir. Bəzi əvəzliyi, bəzi qeyri-müəyyən əvəzliyi yalnız sifəti əvəz edən əvəzliklərdən biridir, qeyri-müəyyən əvəzliklərdən biridir. Elə əvəzliklər var ki, bunların içində hallana bilir, eləsi var ki, hallana bilmir. Məsələn, kim isə əvəzliyi var ki, ayrı yazılan, kim isə. Bunu hallandırmaq olmur. Məsələn, kim isənin, kim isəyə, kim isədə bu şəkildə olmur. Amma bunun bitişik yazılan forması var ki, kimsə əvəzliyi. Bəli, onu biz asanlıqla hallandıra bilərik. Kimsənin, kimsəyə, kimsədə, kimsədən və s. bu şəkildə ola bilər. Bununla bağlı
Qeyri-müəyyən əvəzliklərlə bağlı deyəcəklərim bu qədərdir. Burada elə bir dərin bir məqam yoxdur. Sadəcə olaraq bunları əzbərləmək lazımdır. Bununla bağlı dərin sual da düşmür. Qeyri-müəyyən əvəzliklərdən sonra gəlir təyin əvəzliklərdən. Təyin əvəzliklərə keçək. Təyin əvəzliklər nə edir? Təyin əvəzliklər hansılardır? Hər, bütün, öz, filan, eyni, cümlə. Bunlar təyin əvəzliklərdir. Təyin əvəzliklər sifət rolunda çıxış edə bilirlər. Bunu mütləq yadınızda saxlayaq. Bunlardan yalnız öz əvəzliyi isimləşərək ismi rolunda çıxış edə bilir. Məsələn, özü gəlsin. Özü gəlsin. Bu da nə zaman olur? Mənsubiyyət şəkilsi qəbul edəndə. Adətən üçüncü şəxs mənsubiyyət şəkilsi qəbul edir, öz əvəzliyi və isimləşir. Kim gəlsin? Onun özü gəlsin. Baxın, onun özü. Burada nə şəkilsi olacaq? Mənsubiyyət şəkilsi olacaq. Mənsubiyyətə görə dəyişərək neylədi? İsimləşdi öz əvəzliyi. Bir də təyin əvəzliklər ola bilsin ki, sual düşsün ki, xəbər rolunda çıxış edə bilirmi? Təyin əvəzliklər, bəli, təyin əvəzliklər xəbər rolunda çıxış edə bilir. Məsələn, danışan onun özüdür. Onun özüdür. Onun özüdür. Baxın, özdür əvəzliyi nədir? Təyin əvəzlikdir, öz və xəbər rolunda çıxış etdi. Təyin əvəzliklər haqqında bu qədər. Sual əvəzlikləri. Sual əvəzlikləri yeganə əvəzlikdir ki, əvəzliyin özünü də əvəz edə bilir. Sual əvəzlikləri deyəndə nə başa düşülür? Əsas nitq hissələrinin sualları başa düşülür. Baxın, bütün əsas nitq hissələrinin sualları sual əvəzliklərini təşkil edir. Sual əvəzliyi yeganə əvəzlikdir ki, əvəzliyin özünü də əvəz edə bilir. Məsələn, deyirəm ki, o gəldi. O gəldi. O burada nədir? Şəxs əvəzliyidir. Sual verirəm, kim gəldi? Kim gəldi? Baxın, əvəzliyin özünü də əvəz elədi sual əvəzliyi. Baxın, kim gəldi? Yeganə əvəzlikdir ki, əvəzliyin özünü də əvəz edir sual əvəzliyi və əsas nitq hissələrinin suallarını təşkil edir. Sual əvəzlikləri. Əvəzlik haqqında bu qədər. İnşallah ki, növbəti mövzuda görüşək.